Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev qurumun 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sayəsində ötən il görülmüş işləri diqqətə çatdırıb. O, 2025-ci ildə agentlik tərəfindən 54,5 min şəxsə əlillik təyin edildiyini, onlardan 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik təyin olunduğunu bildirib. Qeyd olunub ki, son bir ildə agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Onlardan 78,6 min nəfər ambulator, 33,2 min nəfər stasionar və icma əsaslı reabilitasiya xidmətləri ilə təmin edilib. Bu kateqoriyadan olan 13,7 min şəxsə 212 min reabilitasiya vasitəsi verilib. 2024-cü ilə nisbətən 2025-ci ildə reabilitasiya xidməti göstərilənlərin sayı 15%, reabilitasiya vasitələri ilə təmin edilənlərin sayı 12,5%, təqdim edilən reabilitasiya vasitələrinin sayı 2,2 dəfə artıb. Qarabağ Regional Dost Mərkəzindəki Reha Point reabilitasiya məntəqəsində ötən il əlilliyi olan 1,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 218 şəxsə 1365 reabilitasiya vasitəsi təqdim edilib. Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi olaraq fəaliyyət istiqamətlərimiz 4 istiqamətə əhatə edir. Əsas ana başlıqlar olaraq mən bunu sizə bildirmək istərdim. Belə ki, fəaliyyət istiqamətlərimizdən biri əlilliyin qiymətləndirilməsi, digəri əlilliyi qiymətləndirilmiş şəxslərə, yəni əlillik təyinatı aparılmış şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi, həmçinin bir digər istiqamət əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunmuş müvafiq, köməkçi və ya reabilitasiya vasitələri ilə təminatın həyata keçirilməsi və ən sonuncusu da 2024-cü il 01.07.2024-cü il tarixdən başlamış müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yekun tibbi müayinəsinin aparılması istiqamətləridir. Postmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində müharibə iştirakçısı olan 3747 şəxsə reabilitasiya xidmətlərinin göstərildiyi, müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxsə 88,4 min reabilitasiya vasitəsi, 500-dən çox şəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim edildiyi qeyd olunub. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinə prosesindən bəhs olunub. Bildirilib ki, 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların agentliyin tibbi qiymətləndirmə mərkəzində elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinə edilir. Qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar. Əlilliyin qiymətləndirilməsi bilirsiniz ki, vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən, yəni həkim məsləhət komissiyalarınca rəsmiləşdirilən forma 88-lər, digər adıyla Tibbi Sosial Ekspert Komissiyasına göndərişlər əsasında mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən elektron qaydada tərəfimizdən təyinat aparılmaqla həyata keçirilir. Yəni belə ki, vətəndaş müraciət edir öz qeydiyyatda olduğu tibb müəssisəsinə, həmin tibb müəssisəsində fəaliyyət göstərən həkim məsləhət komissiyaları vətəndaşı müxtəlif istiqamətlərdə müayinələrə tabe tutmaqla müvafiq arayışları toplayır və elektron sistem üzərindən bizim el dilində bildiyimiz forma 88, yəni Tibbi Sosial Ekspert Komissiyasına göndəriş rəsmiləşdirir və həmin göndəriş elektron qaydada adsızlaşdırılaraq, yəni bunu xüsusilə vurğulamaq istəyirəm, adsızlaşdırma onun üçün aparılır ki, həm şəffaflığı, həm obyektivliyi təmin etsin, bütün subyektiv və digər qaranlıq məqamları aradan götürsün. Həmin elektron göndəriş adsızlaşdırılaraq agentliyin müvafiq əlilliyin qiymətləndirilməsi üzrə əlillik alt sisteminə daxil olur. Əlillik alt sisteminə daxil olan həmin göndərişi Tibbi Sosial Ekspert Komissiyasının üzvləri və sədri qiymətləndirilir və qiymətləndirərkən o göndərişin kimə aid olduğunu bilmirlər. Tamamilə adsızlaşdırılmış və nömrələnmiş şəkildə gəlir və şəffaf şəkildə, obyektiv şəkildə əlilliyin müəyyən olunması meyarlarına dair Nazirlər Kabinetinin təsdiq etdiyi 187 nömrəli qərarda göstərilən əsaslarla şəxsə ya əlillik təyin olunur və ya əlillik təyin olunmasından imtina barədə müvafiq qərarlar qəbul edilir.
Ötən il agentlik tərəfindən icrasına başlanan rəqəmsal və inklüziv layihələr də diqqətə çatdırılıb. Qeyd edilib ki, bu layihələrdən biri kimi e-sosial mobil tətbiqi çərçivəsində istifadəyə verilən vahid rəqəmsal sənə özəl platforması əlilliyi olan şəxslərin sosial həyata aktiv inteqrasiyasına, xidmətlərə rahat çıxışına imkan yaradır. Platforma vasitəsilə rəqəmsal əlillik kartı, tərəfdaşlar tərəfindən güzəşt və imtiyazlar, fərdi məlumatlara vahid çıxış imkanları təmin olunur. 2025-ci ilin iyul ayında icrasına başlanan inklüziv layihə Səsiniz olaq onlayn surdo tərcümə xidməti isə ölkəmizdə ilk dəfədir tətbiq olunur. Eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin işarət dili bilməyən tərəflərə ötürülməsini təmin edən bu layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə kimi qiymətləndirilib və Avropa regionu üzrə inklüzivlik sahəsində uğurlu nümunələr sırasına daxil edilib. Layihə çərçivəsində 251 müraciət əsasında 143 surdo tərcümə xidməti göstərilib. Mətbuat konferansında Ramin Rzayev jurnalistlərin suallarını da cavablandırıb. Esmira Turan, Oktay Rəhməqoğlu, TV1.